Tamam. İndi illüstratorda sizə tipoqrafik tərəfləri göstərəcəm və tipoqrafiya ilə loqo hazırlamağı göstərəcəm. E, Qradienti başa saldım sizə mən. Bəli, bəli, qıraqlar deyirsiniz də qalınlaşdırmaq, balacalaşdırmaq, bəli. Yox, qradiyent. Bu, Qradiyent. bu. Orta rəng. Bu. Orta rəngi neyinirdi ki? Yox, mən bilən. Bunu başa salmam. Sadəcə rənglər neçə yerə ayrılır, 4 yerə ayrılır. Onu şey elədiniz. Bir də qradiyenti deyəsən səhvləmsə ilk dəstə demişdiniz. Sonra dediniz ki, onu mən yenə başa salacağam. Yox, bir dəqiqə. Yüngülcə başa salmışdınız. Yox, bunları başa salmışam bunları. Deyəsən yox, qarışdırıram abi bilsin. Yəni liner, radial, freeform belə Yox, yox, şeylər yox, demişəm. yox, 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 yox. Bugün onu Yox, mən onu qarışdırdım. Bugün onu başlayacağım sizə. Qradiyenti də artıq biləcəksiniz. Backgroundları da hazırlamaq üçün. Bir var tək rəng, bir də var qradiyent məsələsi. Amma birinci tipoqrafiyanı bitirək. Tipoqrafiyanı loqo hazırlamağı bitirək. İllüstratorda yazı yazmaq həmin keçən səfərki Photoshopdakı kimidir. Burada biz yazını yazan bir dəfə tipoqrafiyanı klikləyən kimi yazımız düşür. Shift-i basıb saxlayaraq yazını böyütmüş oluruq. Yazımız düşür. Və gəlirik Properties bölməsinə. Properties bölməsində burada bizim karakter hissəmiz var. Məsələn, normalda bunu seçməyəndə və Propertiesdə çıxmır. Amma Selection Tool vasitəsilə biz yazımızı seçəndə karakter bölməsi çıxır. Burada artıq biz tənzimləməyə başlayırıq. Burada fontlardır. Font yükləməyi artıq bilirsiniz keçən dərsdən. Fontlarınızı yükləyəndə gəlir, düşür bura, buradan fontunuzu seçirsiniz. Bu onun ailəsidir. Bunlar ailəsidir, yəni qalınlığı, nazilliyi filan. Bu isə ölçüsüdür. İstəsəniz klaviaturdan oxu ilə bu şəkildə ölçünü artıra bilərsiniz, ya özünüz hansı bir rəqəm edə bilərsiniz. Məsələn, 200-ə. Şərtdaşı kimidir də bu da elə. Aysa Photoshopdakı kimidir. Bu sətirlər arasındakı məsafədir. Enter bastınız, məsələn, yazdınız və gəldiniz sətirlər arasındakı məsafəni artırıb azalda bilirsiniz. Bu avtoda qalır, buna dəymirsiniz. Bu isə hərflər arasındakı bu bölmə, hərflər arasındakı məsafədir. Hərflər arasındakı məsafəni genişləndirmiş olur. Standartı 0-dır. 3 düyməyə bastığımız zaman digər bölmə çıxır. Burada hərflər arasındakı hündürlük var. Bu hərflər arasındakı hündürlüyü genişləndirmək üçündür. Bu hərflər arasındakı enidir. Və bunun arasındakı fərq odur ki, bu hərflər arasındakı məsafəni təyin edir, məsafəni artırıb azaltmış olur. Bu isə hərflər arasındakı eni artırıb azaltmış olur və bu en məsələsi. Məsafəyə təsir eləmir. Sadəcə hərfin eni genişlənmiş olur və bunu %100 edir. Bu isə sadəcə yazdığınız cümlənin və yaxud da sözün istiqamətini tərpətmək üçündür. Bunu normalda belə selection tooluna əllə də eləyə bilirsiniz. Bu isə bucaqdır. Bu isə bucaqdır. Hərflərin bucaqlarını dəyişdirmək. Ctrl-Z eləyəndə dala qayıdır. Və yaxud da ki, onu 0 eləyə bilərsiniz birbaşa. 0 eləsə standarta qayıdır. Teksturanı seçirsiniz, bu type tool seçirsiniz. Type tool seçəndən sonra məsələn, ta ki, L hərfini belə mausu basıb saxlayaraq seçirsiniz. Gəlirsiniz, bucağı, deyirsiniz, ancaq elin bucağı dəyişsin. Ancaq elin bucağı dəyişmiş olur, o birlərə dəymir. Çünki ancaq L hərfini seçmişsiniz. O şəkildə dəyişmiş olur. Burada bu hissədə 2 dənə TT işarəsi var. All caps rolunu oynayır. Yəni ki, siz bu 2 dənə böyük TT işarəsini bastığınız zaman balaca hərflər böyüməyə başlayır. Gördünüz? Yəni bir də silib caps lock'u basıb təzədən yazmağa ehtiyac olmur. Birbaşa bunu basaraq balaca hərfləri böyütmüş olursunuz. Bu isə TT. Böyük hərflər daha, baş hərf daha böyük, o birlər isə orta nisbətən böyük olmuş olur. Bu T1 bucağı yaratmaq üçündür. Bunlar istifadə edilmir çox da. T1 altlığı filan. Bu yazının altından xətt çəkmək üçündür.
Bu isə yazının üstündən xətt çəkmək üçündür. Məsəl üçün, font dizaynlarında lazım ola bilər bunlar. Bu dildir. Dili buradan seçə bilirsiniz, hansı dildə yazmaq istəyirsiniz. Bu isə keyfiyyətdir. Şart da saxlayırsınız. Bunlar isə olduğu kimi qalır, bu effektlərin tətbiq olunması üçündür. Bu karakter bölməsidir. Photoshopdakı kimi. Buradan yəni yazınızın funksiyalarını oynatmış olursunuz. Font, ölçü, bucaq, en, hər birinin özünə məxsus funksiyaları şəklində olmuş olur. İndi bir yazıdan loqo necə hazırlamaq olur? Hansı ki, kəsim işi görərək, paralelliyi tənzimləyərək. Paragraflar var burada. Bunları da deyim sizə. Paragraflar Word-dən bildiyimiz paragraflardır. Align left, sola doğru çəkib sətrin yazılarını. Align center, mərkəzləşdirir sətirlər arasındakı yazını. Sətirlər mərkəz kimi olur. Align right, sağa doğru çəkir yazıları. Yəni sətir arasında sözlər, cümlələr sağ tərəfdə olur. Bu da eyni qaydada sol tərəf, mərkəz, burada da eyni şeylər olur. Eyni tipdədirlər. Bunları paragraflarda istifadə edə bilirsiniz. Paragraflar necə dursun deyə. Bu isə align bölməsi isə backgroundla cümlə arasında mərkəzləşdirmə hissəsidir. Bunları əzbərləməyə ehtiyac yoxdur. Anlamağa çalışın. Fikirləşin ki, bu sizin layer'larınızdır. Sola doğru, backgroundın soluna doğru çəkildi. Fikirləşin ki, bu baxın belə sola doğru çəkilibsə, fikirləşin ki, bu iki dənə sözdür. Bu iki dənə sözdür, belə fikirləşirsiniz. Birdən çəkiləcək. Ay, sola çəkiləcək. Bu mərkəzə çəkiləcək. Bu sağa doğru gedəcək. Sağ tərəfdəndir. Sözlə yadda saxlaya bilərsiniz. Horizontal align right, right sağdır. Center mərkəzdir. Left isə soldur yəni. Bu isə vertical align topdur. Yəni yuxarıya çəkəcək. İşarədən də görsəniz kimi yuxarıya doğru aparır. Bu isə tam mərkəzə otuzduracaq. Bu isə tam aşağıya doğru düşəcək. Məsələn, bunu mən balacalaşdırıram. Paragrafı da ortadan eləyirəm. Bu atıram ta ki bura. Mən istəyirəm bu background'un düz ortasında olsun, simmetrik. Align bölməsindən bir dənə horizontal align center'a basıram. Bir dənə də vertical align center'a basıram ki, tam mərkəz eləsin. Və background'un tam mərkəzində oldu. Bir də götürüb əlinlə belə 2 saat fırladıb onu mərkəzə doğru gətirmirsiniz. Onu yavaş-yavaş sağa, sola, yuxarı, aşağı eləmirsiniz. Birbaşa bu tool vasitəsilə onları mərkəzə oturtdurursunuz. Burada başqa bölmələr də var, amma bunlara hələ baş salmayacağım. Başınız qarışmasın deyə hələ bunlara öyrəşməlisiniz. Bunlar təkcə bir layer arasında işləmir. Məsələn, deyək ki, mən belə bir işarə çəkmişəm. Bu işarə takisdən belə ortasında olsun, amma belə dayanıblar bunlar. Shift-i basıb saxlayaraq bu işarə ilə yazını seçirəm. Və ikisini bir yerdə seçirəm, yəni shift-nə. Və deyirəm, mərkəzləşsinlər. Basıram bir horizontal align center. Bir yana da basıram vertical align center. Bu məsələ tam üstünə gəldi. Bu mənə lazım deyil. Onu sadəcə belə mərkəzə gətirirəm, yaxınlaşdırırım. Özü artıq mərkəzləşdirib. Sonra bu ikisini bir yerdə seçib, bu ikisi bir yerdə background uyğunlaşmasını istəyirəmsə, ikisini bir yerdə seçirəm bunları, sağ düyməni basıb qrup eləyirəm. Qrupdan sonra align bölməsində horizontal align center'a basıram. Bir dənə də vertical align center'a basaraq onların ikisini bir yerdə tam mərkəzləşdirmiş oluram. Hansı ki, bu vaxta qənaətdir və həm də doğru şəkildə simmetriyanı etmək üçündür, yəni. Bunu nəzərə alın, bu şəkildə işləyin, peşəkar şəkildə. İndi, kəsim işlərimiz nədir? Nə etməliyim? Deyək ki, şirkətin adı Davud. Belə fikirləşin. Davud şirkətidir, balaca biraz. Yəni də şirkətin baş hərfindən hazırlayaraq loqo üsulunu denəyəcəyik. D hərfindən. Yəni D hərfi yazılır. Bu D hərfindən loqo çıxardacağıq. Necə çıxardacağıq? Bu hal-hazırda tipoqrafiya şəklindədir. Yəni bu fiqur halında deyil. Biz bunu birinci fiqur halına çevirməliyik. Fiqur halında olmalıdır ki, biz bunun xəttləri ilə, nöqtələri ilə, kəsim işləri ilə oynaya bilək.
Pozanı burada işlədə bilək. Pozan budur. Universal tool. Bu pozan normalda işləmir. Görürsünüz nidadır. Çünki bu fiqur halında deyil. Pozan fiqur hallarında işlənmiş olur. Selection tool seçirəm. D hərfini seçib bunu expand eləməliyəm. Expand genişlətməkdir, fiqur halına gətirməkdir. Object expand və OK deyirəm. Bu hal-hazırda fiqur olmuş oldu, gördüyünüz kimi. Gördünüz? Bir fiqura çevrildi. Tipoqrafiyadan çıxdı. İndi pozanı seçirəm. Pozanın üstünə 2 dəfə bastığım zaman bunun interfeysi açılır. Bu interfeysin genişləndirilmə. Bu bucaqdır. Bucağı dəyişmək olur. Bu roundnessdur, yəni formasını, dairənin formasını dəyişmək olur. Bu isə size-ıdır. Dairəmizin, pozanın ölçüsü nə boyda olsun. Onu genişləndirə bilirsiniz. OK edirsiniz və daha çox geniş şəkildə silməyə başlayacaq. Və D hərfini seçdim, seçməlisiniz mütləq şəkildə. Sonra pozanı seçdiniz. Və deyirsiniz ki, mən istəyirəm belə kəsin, poz olsun. Gördünüz? Pozdu özü. Avtomatik. Bir logoya dönüşməyə başladı. Seçdim, pozanı götürdüm. Məsələn, belə sildim. Bir dənə də belə bir tərs tak yarandı. Bəlkə xoşunuza gəlmədi, Ctrl-Z edirsiniz. Pozan bununcudur. Pozan vektorlu xəttləri istədiyiniz kimi silirsiniz. Və siləndə də o özü qıraqları yumşaldır, səliqəyə salmış olur. Ayrıca olaraq seçib, sağ düyməni basıb bunu ungrup eləyib ayrıca fiqur kimi işlədə bilirsiniz. Və siz gördünüz, bunu başqa bir hala gətirməyə başladım, yaxınlaşdırıram. Başqa bir formaya gətirməyə başladım, gördünüz. Bir logo əmələ gəldi. Seçib, property hissəsindən buradan bucağını dəyişə bilərəm. Və yaxud da mouse'u bura qırağa gətirib, bu qıraqdan bucağı oynadır. Fərqli bir halları gətirməyim ola bilir, məsəl üçün. Yəni, pozandan sonra o ayrı-ayrı bölmələr kimi ola bilir və ayrı-ayrı bölmələr kimi də onu işlədə bilirsiniz. Bu pozan mərhələsi idi. Bir də var, Curve tool seçirsiniz və nöqtələr çıxır. Curve tool nöqtələr vasitəsilə işləmək üçündür, bilirsiniz artıq onu. Onu istədiyiniz formalara gətirə bilirsiniz. İstədiyiniz nöqtəni seçib silə bilirsiniz. İstədiyiniz nöqtələri seçib silirsiniz. Azalda bilirsiniz o xətləri. Və görürsünüz, fərqli bir hala gəlməyə başladı. Bunu seçirsiniz, Curve tool oynadırsınız. Məsəl üçün, burada da istədiklərinizi silib onu müəyyən bir incəliyə gətirə bilirsiniz. Məsəl üçün. Curve tool'una bu şəkildə oynadıb bir formalar verməyiniz mümkündür. Və yaxud da bunu seçib silirsiniz. Bunu seçib Ctrl-C, Ctrl-V kopyalayırsınız. Dəyişirsiniz yönü bu tərəfə. Bir dənə də yuxarıdan aşağıya və tutaq ki, belə bir şey qoyursunuz. Və bu şəkildə bir loqomuz ortaya çıxmış olur. D hərfinə bənzəyir. Həm də bir fərqli, maraqlı bir işarə formasına gətirib çıxardır bizi. İstədiyinizi seçib, rəngini buradan ayrıca dəyişə bilirsiniz. Tutaq ki, qırmızı məsəl üçün elədiniz. Bunların ikisini bir də seçib, qruplaşdırırsınız. Və loqo təqdimatında məsafəyə diqqət edirsiniz. Yazı ilə işarə arasında məsafə rahat olmalıdır. Rahat nəfəs almasını hiss eləməlisiniz. Arasındakı məsafə çox olmamalıdır. Belə bu boyda məsafə, belə yaxınlaşmalar olmamalıdır. Rahat məsafələr olmalıdır. Bu tip vizualları öyrəşməyiniz üçünsə nümunəyə çox baxmalısınız. Nümunəyə baxanda məsafələri diqqət eləməlisiniz. İşarə ilə yazı arasında məsafə necədir? Bunu istəsək bucağını belə də edə bilərik. Belə də qoya bilərik. Bu da bir logo tərsinə çevirmiş olur. İstəsək bunu bura yanına da qoya bilərik. Belə tip logolarımız da var bizim. Yəni bu artıq sizin idealınıza görə, vizualunuza görə dəyişir. İndi bunları sərgəli şəkildə mərkəzləşdirmək istəyiriksə, bir də yazı nə boyda olmalıdır? Yazı da çox böyük olmamalıdır. Bu qeyri-estetik görsənir. Estetik olmasına diqqət eləməlisiniz. Elə hazırlamalısınız ki, o tam formalaşmış şəkildə görsənməlidir. Ona görə məsələn nümunələrə baxırsınız ki, yazırsınız ki, minimal logo dizaynı.
Minimal logo dizayn yazdıq. Hanı bir işarə həm yazılır. Məsəl üçün, bax, işarə. Görürsüz məsafələr necədir? Və loqo nümunəsinə baxdığınız zaman işarə ilə məsafənin nə qədər olduğuna diqqət eləməlisiniz. Hərdən belə xidmətin adı da yazılır. Və belə şeylərdə rol verə bilərsiniz, diqqət eləyə bilərsiniz. Görürsüz nə qədər yaxındır və bura yazılarınızın ölçüsü nə qədər olmasına diqqət eləməyiniz mümkündür. Məsələn, yazının ölçüsü işarədən biraz böyükdür, amma estetiklik pozulmayıb. Vizuallara çox baxa-baxa, gözünüz öyrəşdikcə və diqqət elədikcə, siz də onlara uyğun işarə yazacaqsınız. Məsəl üçün, bu yazını daha da balacalaşdırıb, yazının məsafələr arasını, yazı hərflərin məsafələrini artıra bilərsiniz. Məsəl üçün, 250. Məsəl üçün, gördünüz? Daha fərqli görsənməyə başladı. İkisini bir də seçirəm və nə edirəm? 1. Horizontal Align Center mərkəzləşdi. Sonra ikisi bir yerdə seçirəm, hamısını bir yerdə qruplaşdırıram. Background-un tam ortasına qoymaq üçün Horizontal Align Center, bir dənə də Vertical Align Center və loqomuzun təqdimatı da hazır olmuş olur. Gördünüz? Yəni, hamısı texniki olaraq bu şəkildə işləyir. Və bir hərfdən, təzədən bir dənə D hərfindən bunu çıxartdıq ortalığa, görürsünüz? Nə işlətdik? Tool pozan işlətdik və bir dənə də kurve toolumuzu işlətmiş olduq. Yəni, arasındakı məsafə, işlətdiyimiz element detalları bunlar oldu. Sadəcə iki tool vasitəsilə və bir dənə də tekstura toolu ilə, üçüncü tool kimi hesab edərək, ortaya bir işarə çıxartmış olduq. Yəni, loqonun hazırlama mərhələsi çox rahatdır. Biz loqobooklara da diqqət eləsək, loqobook təriflərə baxdığımız zaman, burada hərflərə baxdığımız zaman, bunlar əslində çox asan hazırlanıb. Sadəcə burada yatan estetikanı fikirləşməyimizdir, detalı düşünməyimizdir, nüans olaraq biz şeyi düşünməliyik, ideyanı, xidmətə uyğun olmasını fikirləşməliyik, xidmət daxilində nəyi bildirir, onu fikirləşməliyik. Məsəl üçün, ayaqqabı ilə bağlı, məsəl üçün, ev tapşırığımız var da, shoes yazırıq. Bu ayaqqabı vaciblə klassik olsun, şey də ola bilər, sport da ola bilər. Shoes, minimal logo, dizayn. Və çıxdı, gördünüz? Müxtəlif bax, bu işarələrlə sport ayaqqabını bildirməyə çalışıblar. Adidasa baxın, dağları bildirməyə çalışıblar, yüksəkliyə qalxmağı bildirməyə çalışıblar Adidasda. Amma sport ayaqqabı satır. Yəni, bir ayaqqabı çəkməyiniz lazım deyil indiki dövrdə. Ayaqqabını xitab eləyəcək, ayaqqabının hekayəsini bildirəcək, motivasiyalı bir detal fikirləşməlisiniz. Hansı ki, o sağlamlığı bildirə bilər, hər hansı bir motivasiya detalını bildirə bilər, hər hansısa xüsusi olaraq gücü göstərə bilər, keyfiyyəti göstərə bilər. Yəni, ayaqqabı çəkməyiniz vacib deyil. Ayaqqabıdan çıxın orada. Xəttlərlə göstərməyə çalışın. Ən uğurlu da zirvələri göstərməkdir. Yəni, bu ayaqqabılarla zirvəyə qalxın və yaxud da ki, xəttlərlə maneələr göstərə bilər. Siz bu krasovka ilə maneələri aşın filan. Rahatlığı nümayiş etdirə bilərsiniz. Yəni, loqonuzda ideyavız çox kreativdirsə, onun hazırlanması 5 dəqiqə belə çəkə bilər. Bir neçə xəttlə onu ifadə edə bilərsiniz. Buna görə vərəqdə çoxlu-çoxlu eskizləriniz olmalı. Çoxlu-çoxlu xəttlər işləməlisiniz, detallar işləməlisiniz. Yəni, birbaşa olaraq bir dənə gedib ayaqqabı çəkin. Elə düşünməməlisiniz. Ayaqqabı olmayan, amma ayaqqabını xatırlada biləcək, o ayaqqabı ilə hansısa bir problemi həll edə biləcəyiniz bir ideya fikirləşməlisiniz. Buna görə böyük markaların məqalələrini oxumağa çalışmalısınız. Yəni, loqo texnikadan ibarət deyil. Siz məqalələr də oxumalısınız. Bir brendin, bir loqonun yaranması tarixçələrini oxumağa çalışmalısınız. Doludur məqalələri. Türk dilində yazında çıxır. Loqo markalarının, yazır, loqo markalarının anlamları. Baxın, videolar da var. Ünlü loqoların heç bilmədiyiniz hekayələri, videolar çıxır. Məqalələr var. Sürəkli gördüyümüz və gizli anlamları içərən 20 populyar məqalə. Açmalısınız, bunu oxumalısınız. Bunlar bizə xatırlatma eləyir.
P hərfi nə mənaya gəldi burada Pinterestdə? Baxın, deyir ki, ə, bu pin işarəsini bildirir. Pinləməyi. Pinterestdə də bu çox məşhurdur. Zaten mənası da oradan gəlir. Pin, interest sözündən birləşib Pinterest olub. Şirkət adlarını da bax bu cür düşünməlisiniz. Bax ayaqqabınız üçün birinci ad düşünməlisiniz, ayaqqabı mağazanız üçün. Və o adın mənasından belə işarəyə yola çıxa bilərsiniz. Adları necə uğurlu düşünə bilərsiniz? İki söz götürürsüz, o iki sözün kök sözünü götürüb birləşdirirsiniz. Məsələn, Pinterest kimi. Pin sözünü götürüb belə pin olaraq saxlayıb, Interestdən də teres sözünü götürüb Pinterest eləyib. Birləşmə anlamında bir mənası olması vacib deyil, amma açılışda bir mənası olmalıdır. Pin pinləməkdir, işarələmək yəni. Interestdəki maraqdır. İşarələdiyimə maraq göstərmə mənasına gəlir Pinterest. Və P hərfi ilə də həm P-ni göstəriblər, həm də pinləmək işarəsini göstəriblər. Yəni işarələmə mənasına gəlir. Sonra məsələn FedEx, Federal Express-də açılışı. Federaldan Fed sözünü götürüblər, Express-dən X sözünü götürüblər. Birləşdiriblər, olub FedEx. Bax, birinci siz ad fikirləşməlisiniz. Ad sizə güc verməlidir. Bir işarəni xatırlatmalıdır. Ondan sonra bir işarəni hazırlamalısınız. Şirkətin baş hərfindən işarəni düşünüb hazırlamağa çalışmalısınız. Xidmətlə əlaqələndirməlisiniz o hissədə. Ondan sonra üç söz götürüb üç sözün baş hərflərini birləşdirərək adları düşünə bilərsiniz. Məsəl üçün IBM, International Business Machines gedir. Üç sözlə baş hərflər götürüblər. İ-ni, B-ni, M-i götürüblər, birləşdiriblər. Adlar qəşəng səslənməlidir, cazibəli səslənməlidir, şuurda yadda qalıcı səslənməlidir, axıcı səslənməlidir. Buna diqqət eləməlisiniz. Elə sözlər seçməlisiniz ki, sonra o sözlərdən elə kök sözlər götürməlisiniz ki, birləşdirəndə ortaya yadda qalıcı bir ad çıxmalıdır. Adınız uğurlusa, mənası da uğurlu olacaq. İşarəsini tapmağınız da rahat olacaq. O dəqiqə illüstratorda işləməyə qaçmayın. Vərəqdə işləyin. İdeyalarınızı vərəqdə yazmağa çalışın. Sonra keçid edin bu illüstratorda hazırlamağa. Məsələn, pozanla işləməyi bildiniz. Tipoqrafiyanı işləməyi bildiniz. Kurvi tool, pen toolu bilirsiniz. Artıq növləriniz artır. Hansı növ sizin ideyanıza uyğundursa, o növlə başlamalısınız işləməyə. Sonra kəsim işi var. Məsələn, indi kəsim işi ilə hazırlayacağam. Pozanla yox, kəsimlə hazırlayacağam D hərfini. Orada da fərqli bir nəticə başlayacaq əldə eləməyə. Bunu anqrupdan eləyirəm. Yəni Davuddan yola çıxacağıq. D hərfini götürürəm. Yenə bunu export eləyirəm. Böyüdürəm rahat görə bilim deyə. Bir fiqur götürürəm. Figurumun iç rəngi mütləq olmalıdır. Qıraq rəngi olmamalıdır. İç rəngi çəkirəm. Figurumu çəkirəm. Deyirəm ki, məsəl üçün bura ancaq kəsilsin. Qoyuram bu hissəyə, ancaq kəsilmə bu hissəyə qoydum. Fiqur üstə olmalıdır. Yəni kəsən vasitə üstə olmalıdır. Kəsilən vasitə isə altda qalmalıdır. Yəni hərfiniz, işarəniz altda qalır, fiqurunuz üstə qalmış olur. Vacib deyil bu fiqurdan yola çıxasınız. Bunu Curve Tool, Pen Tool-la da eləyə bilərsiniz. Curve Tool, Pen Tool-la nəsə çəkib fiqur ortaya çıxara bilərsiniz. Figurumu seçirəm, Shift-i basıb saxlayıb hərfimi seçirəm. İkisi də seçilməlidir. Böyücü baxın, burada görsənir. Kəsintilər var artıq. Bu giriş-çıxıntılar kəsintiləri bildirir. İkisini birə seçəndən sonra Properties bölməsində Pathfinder hissəsi aktiv olur. Normalda bu aktiv olmur. Pathfinder hissəsində 4 dənə elementin nədən ibarətdir? Bunu da əzbərləmirsiniz. İşarə ilə, məğzi ilə anlayırsınız. Birincisi Click to Unite-dır. Bu fikirləşin ki, 2 dənə işarəvizdir sizin. Burada nəyə göstərir? Birləşməni. Fikir verin, birləşdiriblər. 2 element birləşib. Mən bunu bastığım zaman birləşdilər. Gördünüz? Element birləşmiş oldu. Solmaz xanım, buradasınız? Bəyəm, eşidirəm, baxıram. Yuxunuz gəlmir? Niyə narahat olmayın?
Gördük, birləşdi. Ctrl-Z eləyirəm. Dala qayıtdım. Bu nədir? Nəyi üzərindən qoymuşamsa, nəyi üstündən keçirsə, oranı kəsəcək indi. Ha, kəsdi. Gördünüz? Yenə bir loqo əmələ gəldi. Ctrl-Z eləyirəm. Bu nədir? Click to intersect. Bu kəsişmə arasındakı məsafəni silir. Daha doğrusu çıxardır. Gördünüz? Və burada kəsişməmiz var, görürsünüz? Bunu bastığınız zaman çıxardır, qalanlarını silir. Sadəcə bu işarəni saxlayır. Bu birisi isə bunu içindəki işarəni silir, qalanlarını saxlayır. Və işarədən də görsənir. Click to exit. Gördünüz? Bu da bir loqodur. Gəlirəm bunu Ctrl bas saxlayıram, yaxınlaşıram. Shift basıb saxlayaraq bu iki nöqtəni seçirəm. Ctrl Shift-i buraxmıram və yumşaldıram. Ancaq bu hissəni yumşaltdım. Və bu da bir loqo əmələ gəldi. Gördünüz? Yəni bu Pathfinder hissələrindən kəsintilər, birləşmələr, çıxıntılardan istifadə eləyərək də bir loqo əmələ gətirə bilirsiniz. Və bu şəkildə loqolarınızı hazırlayırsınız. Məsəl üçün kəsdim. Dairə ilə də eləyə bilərəm. Dairəni seçdim. Deyirəm ki, bu hissə belə dairəvi kəsilsin. Bu hissə. Shift-i bas saxlayaraq ikisini bir yerdə seçdim, hamısını seçdim. Kəsmək budur. Burada belə kəsdim. Və bu da bir loqo. Ortadakını Direct Selection tool'la ortadakı xətti seçirəm. Gəlirəm o rəngini dəyişirəm. Və bu da bir loqo əmələ gəldi. Gördünüz? Çox rahatdır bir loqonu hazırlamaq. Əgər bir detallı şəkildə işləməyə fokuslanırsınızsa, xüsusi yöntəmlər diqqət eləyirsinizsə, orada artıq loqon hazırlama proseduru da rahat şəkildə olmuş olur. Və bu tipoqrafiyalardan və kəsintilərdən, pozandan istifadə edərək loqo hazırlamaq üsulu idi. Başa düşdünüz bu dərsi? Daha rahatdır. Rahat şeylər çoxdur. Gələn dərsəndə sabahdır dərsimiz. Amma fikirləşirəm Bəli. tapşırıq işləyəsiz. Sizin Tapşırıqları sabah işləyəcəm inşallah yenə. mütləq işləməlisiniz Hə, tapşırığı. sabah səhər işləyəcəm rahat. Tapşırıq sadəcə çox olacaq. Üstəki üst-üstə dərs keçməyi də. Bu dərsi salmamın səbəbi odur ki, bayrama görə elədim də bunu. Türkiyəyə Hə, getmişdim. onda birisi gün qalsın dərsimiz. Sabah birisi gün. Yox, sabah yox, birisi gün qoşulun dərsə. Həm də Tamam. tapşırıqları rahat işləyin. Çünki 3 dənə də təzə tapşırıq verəcəm sizə. Hə, 2 dənə də borcunuz var. Yoxsa bir dənədir, 2 dənə borcunuz var. Bir dənə. Borcunuz var. 5 dənə tapşırıq 4-cü gün axşam 10-a qədər bitirməlisiniz, çatdırmalısınız. Tamam, sabah elə bil ki, üçünü verərəm, o birisinin ikisini də o biri gündüz verərəm. Necə istəyirsən, elə olar. Elə olar. Bir gün mənə işləmək rahatdır da. Biz necə mən işdə postları vermişəm, təhvil əlimdə hazır post var da. Bütün gün zaten boş qalacam. Ona görə oturub rahat işləyirəm. Necə məsələdir, vaxt tənzimləmək sizə məxsusdur. Siz necə istəyirsiniz? Yarısını sabah gündüz verərəm, ya o birisini yarısı o birisi gündüz verərəm. Olar. Şəkil kimi çıxardın. Və file, export, save or web çıxdı. PNG 24. İndi buna background verməmişəm də. Siz buna background verərsiniz. Save. Adını yazdınız. Hara saxlanət eləmək istədiyinizi diqqət edirsiniz. Və baş üstə ola tutaq. Ya da bir papka yaradıb papkanın içərisinə. Photoshopdakı kimi də. Hə? Photoshopdakı kimi adlandırıb papkanı ayıram. Sağ olun. Kaydede basırsınız. Dadank hazırdır. Və o şəkil kimi mənə göndərin ki, mən yaxşı baxa bilim ona. Tamam, yaxşı. İndi 5 dəqiqə, 10 dəqiqə fasilə eləyək. Fasilədən sonra gradient hissə başa salacağım. Yaxşı. Videonu da göndərirəm sizə. Elə bu videonu WhatsApp-da saxlayın linkini. Sabah işdə yükləyin. 3 gün müddəti olacaq. Sabah işdə yükləyin kompüterinize. Tamam, yaxşı. Tamamdır.